Selamun Aleyküm ve Rahmetullah ve Berekatuh. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil Alemin. Esselatu vesselamu ala Resulillahil Emin. Seyyidina ve Mevlana ve Tabibi Kulubina ve Şefi'i Zunubina. Ebil Qasimil Mustafa Muhammed sallallahu aleyhi ve aleyhi ve sellem. وعلى آله المعصومين المكرمين لا سيما الحجة روحي وأرواح العالمين لتراب مقدمه الفداء ما بعد قال الله الحكيم في كتابه الكريم أعوذ بالله من الشيطان اللعين الرجيم يا أيها الذين آمنوا اتقوا الله وكونوا مع الصادقين صدق الله العلي العظيم أوصيكم ونفسي بتقوى الله يا عباد الله sizi ve özümü ilahi təqvaya riayət etməyə dəvət edirəm inşallah. Allah Müteal bizləri gizlin və aşkar Allahdan qorxub, həya edən, təqvalı kəslərdən qərar versin. Mübarək gündür, Seyyidül Əyyamdır, ibadətlərin, duaların qəbul olan vaxtıdır, zamanıdır. Allah ibadət itaətlərimizi, dualarımızı, hacət və istəklərimizi bəravurda bir xeyr eləsin. Allah bizi Peyğəmbər və Əhl-i Beytindən, bu dünya ziyarətlərindən, ahirətdə şəfaətlərindən ayrı salmasın inşallah. Dinin dünyaya baxışı, dinin hədis və rəvayətlərində dəyəri, dünyanın sevilən tərəfi, sevilməyən tərəfləri haqqında inşallah qısaca danışaq. Bir dünya var, bir ahirət var. Quranda hər ikisi bərabər şəkildə, bərabər sayda qeyd olunur. Həm dünya həyatından danışıb, həm ahirət həyatından danışıb. Din təkcə ahirətin barəsində söhbət eləmir. Təkcə namaz, oruc, məscid. Çünki insanın bir sıra qayğıları var, onları dünya təmin eləyir insan üçün. Onları gərək bu dünyada insan əldə eləsin. Bəs din, birinci cavabımız budur ki, dünyaya baxışı, dünyanı tərif elədiyi yerlərdə var, məzəmmət elədiyi yerlərdə var. Ümumilikdə dünya pis deyil. Dünyanın təşbihi, bənzətməsi, bir dəniz, dünya bir dənizdir, insan gəmi misalındadır. Gəmi suyun üzündə nə qədər də tonlarla ağırlığı olsa, hərəkət eləyir və gəminin hərəkəti nəticəsində onun sərnişinləri amandadır. Bəs gəminin üzməsi üçün dənizin lazım olduğu kimi, vacib olduğu kimi, insanın da ahirətə çatması üçün gərək dünyada yaşasın. Dünya bu miqdar vacibdir, labuddur ki, insan ahirətdə bir sıra neymətləri əldə eləmək üçün gərək bu dünyada yaşasın. Amma o gəmiyə balaca bir dənə dəşik açılsa, oradan su daxil olsa gəminin içinə, o gəmi batacaq. Deyirlər, insan da belədir. Nə qədər ki, gəmi suyun üstündədir, o gəmiyə qorxu yoxdur. Amma elə ki, su gəminin içinə daxil olur, o gəmini istər-istəməz batırır və gəmidə olanları həlak eləyir. Dünya sevgisini də gərək insan tənzimləsin. Əleyhissalamın yanında bir nəfər dünyanı pislədi. Dedi, belə pis dünyadır, bərbaddır, xarabadır, falandır, bəsməkandır. Əleyhissalam o kəsə cavab verdi. Dünyanı tərif elədi. Dedi, İnnə dünya daru sidqin limən sədəqəha. Dünya düz yerdir, düz insanlara. Düz insanlara dünya yaxşıdır. Mömin üçün dünya yaxşıdır. Bu mömin dünyada gərək ibadət eləyir, mömin olur da. Dünya fürsət yaradır bizə ki, biz yaxşılıq eləyək, biz təqvanı özümüzdə vacib eləyək, dünyada günah eləməyək, filan eləyək, besməkan eləyək.
Düz adam üçün dünya düz yerdir. Və daru afiyyətin limən fəhimə ənha. Aramlıq yeridir, sağlamlıq yeridir dünyanı tanıyan üçün. Dünyanı tanıyıb dərk edən üçün afiyyət diyarıdır dünya. Və daru ğinən limən təzəvvədə minha. Dünya zəngin bir məkandır, axirətə tədarük görən üçün. Axirətin qurmaq istəyən üçün dünyada hər şey var. Dünya çox zəngindir. Axirəti qazanmaq istəyən üçün dünya bazarında hər şey var. Mətcəru əvliyaillah. Allah dostlarının bazarıdır dünya. Allah dostları bu dünyada alış-veriş eləyir. Kimi canın satır, kimi malın verir Allah yolunda, kimi öz rahatçılığın xərcləyir Allah yolunda və nəticədə əbədi səadətini qazanır. Bəs dünya tərif eləyir, bəyənilir, o kəssin ki, dünyanı başa düşür və dünyadan lazımı qədər istifadə edir. İndi də gəmiyə su da olsa, o gəmi batdığı kimi, bir nəfərin də ürəyinə dünya istəkləri dolsa, onu qərq eləyəcək, onu məhv eləyəcək, onu nabud eləyəcək, onu qoymayacaq heç bir hədəfinə çatsın. Necə gəmi mənzil başına çatmayacaq, bu insan da axirətinə sağlam şəkildə çatmayacaq, axirətini əldən verəcək. Bəzi hədislər təşbih edib dünya sevgisini duz kimi. Deyir, yeməkdə duz necə lazımdırsa, dünya da bizə o qədər lazımdır. Əgər xörəyin duzu olmasa, adamın məzəsini çəkmir, istəyin çəkmir onu yemək. Çox da olsa məzəsini çəkmir, ikrah yaradır. Amma duz lazımdır. O bir cimdik duzu atırlar yeməyə, belə baxanda o yeməyin içində gözə görsənmir. Amma bizi yeməyə həvəsləndirir. Dünya bu miqdar bəyənilir. Ni'məl ovnud dünya bi tələbil axirə. İmam Baqir əleyhissalam buyurur ki, dünya nə gözəl yerdir axirəti qazanmaq üçün. Axirət qazanılacaqsa, axirət işlərinə həvəs yaranacaqsa bir şəxsdə, belə bir adam üçün dünya bəyəniləndir. Bir nəfər Peyğəmbərimizdən soruşur ki, ya Rəsulullah, mənim pul qazanmağa çox həvəsim var, işləməyə çox həvəsim var. Elə istəyirəm pul qazanım. Mənə dostlarım deyir ki, sən dünya xəstəliyinə tutulmusan, dünya məhəbbəti səni bu vəziyyətə salıb. Onlar düz deyir, Həzrət buyurdu ki, sən mənə de görüm, niyə bu həvəssəsən ki, çox pul qazanasan? Dedi, ya Rəsulullah, istəyirəm gəlirim, qazancım o miqdar olsun ki, heç kəsə möhtac olmayım. İstəyirəm borcu olanların, onlar ki, borcunu ödəyə bilmir, gedim onlara köməkli eləyim, borcum verim. İstəyirəm qonşuma kömək eləyim, qohumma kömək eləyim, yaxınlarıma kömək eləyim. Əlimdən hər nə gəlir, qazancımdan bölüşüm insanlarla və bunun üçün də çox qazanmalıyam ki, çox adama çatım, çox adama kömək eləmiş olum. Deyir, Həzrət buyurdu ki, haza leysə tələbud dünya, haza tələbul axirə. Bu istək ki, səndə var, dünya pərəstidir, belə axirəti istəməkdəndir. Yəni, bir insanın bu cür yaxşılıqlara görə özünün əziyyətə salması, işləməsi, nə bilim, yorması, narahat eləməsi dünya məhəbbətinə görədir. Əslində elə axirətin qazanmasına görədir. Bəs İslam belə bir həvəsi, belə bir istəyi insanlar üçün bəyənir. Bunun əleyhinədir. Dünya bu miqdar bəsdir. O miqdar bəsdir ki, insanı axirətə qazandırsın. İndi gəlib bəziləri, məsələn, bədbəxt olub. Elə axirətin yaddan çıxardıb, axirət evin, məsələn, bərbad eləyib, yandırır, günaha girir, oğurluq eləyir, qarət eləyir, yalan danışır, qəsbkarlıq eləyir ki, rahat yaşayır. Bunu din bəyənmir, bunu din qəbul eləmir. Dünya məniyyətül əşqiya. Təkcə dünyanı bəzəmək bədbəxtlərin arzusudur. Bədbəxt o insan ki, təkcə dünyasını fikirləşir. Bu dünyada hər nə əldə eləsə, insan fikirləşsin ki, görürsən, axirətdə də bir şey aldım. Bugün, məsələn, bir dənə özünə bir cüt corab alıb. Fikirləşsin ki, görürsən, axirətdə də bugün nəsə ala biləcəyəm. Axirətim üçün nəsə kənara qoya biləcəyəm. Əl-axirətü fəvzus-suəda.
Axirət sevgisi xoşbəxt insanların arzusudur. Bədbəxtdir, məzəmmət olunur o kəs ki, dünya həvəsi, dünya istəyi qəlbində çoxlu yer atıb, kök salıb. Onlara tövsiyə edir ki, bax dünyanın gedişatına, imkan vermə dünya gözündə axirəti üstələsin. Ümumiyyətlə, axirət və dünya müqayisəsində axirət birincidir. Bəl tu'sirunəl həyatad dünya vəl-axirətu xeyrun və əbqa. Bir çoxunuz dünya həyatına üstünlük verdiyiniz halda Allah deyir ki, halbuki axirət daha qalıcıdır, əbədidir. Bir mülk ki, əbədidir, bir şey ki, bitməyəcək. Onu müvəqqəti bitən bir şeylə dəyişmək nə qədər ağla yatır. Yəni, o adamlar ki, axirətin satıb dünyasına, vicdan heç bir şey qoymayıb, insaf heç bir şey qoymayıb. Elə nə olacaq, dünyada olacaq. İmam Zeynalabdin əleyhissalam bir gözəl hədisi var. Buyurur, min həvanid dünya ələllahi teala, Allahın yanında dünyanın dəyərsiz olmasına bu bəsdir. Ənə Yəhyə ibn Zəkəriyyə, Yəhya, Zəkəriyyə oğlu Yəhya peyğəmbəri, uhdiyə rə'suhu ilə bəğiyyin fi təst min zəhəb. Zinakar bir qadının hüzuruna apardılar Həzrəti Yəhyanın kəsik başın qızıl təştin içində. Hadisəsini də bilirsiniz. Həzrəti Yəhya peyğəmbər, padişah öz qardaşı qızın ya bacısı qızını istəyir. Aralarında bir möhkəm sevgi var. Elə İsa dinindədirlər bunlar, Həzrəti İsa'nın ayinləri icra olunur, Həzrəti Yəhya da İsa peyğəmbərlə həm əsir olur. İsa'nın da kitabında xaloğlu qardaşın qızı, bacının qızı ilə evlənmək haramdır. Yəni, bu ümumi bir qanundur da. Bunların sevgisi, bunlar qərar alırlar ki, biz evlənməliyik. Dedi, elə bir Yəhyadan soruşur, Yəhya razılıq verər. Deyir, o padişah çağırdı Yəhya peyğəmbəri, dedi ki, mən belə bir şey eləmək istəyirəm. Dedi, yox, olmaz. Bu, İsa Məsihin dinində haramdır. Bu evliliyə olmaz. Dedi, yox, mən ondan keçə də bilmərəm. Neysə, qadınla danışdı, qadın dedi, yox, biz evlənməliyik. Bir gün deyib, bu padişah içmişdi, məst idi. Qadın dedi ki, bizim qovuşmağımıza bir dənə maniyə var, o da Yəhyadır. Onun başını istəyirəm səndən, mənim hüzuruma göndərəsən. Əmr elədi, Həzrəti Yəhyanın kəstilər, deyir, başın qızıl təştin içində, deyir, getirdilər, deyir, qoydular o zinakar qadının hüzuruna. Hədisdə var, İmam Hüseyin əleyhissalam üçün neçə cəhətdən Yəhya peyğəmbərə bənzərliyi var. Adı, uşaq ikən davranışı, əxlaqı, xasiyyəti, biri də şəhadəti. Deyirlər, İmam Hüseynin də başını kəsdirlər, bir dənə zinazadənin qabağına apardılar, qoydular Yezidin qızıl təştin içində. Allah lənət eləsin. Qızıl təştin içində İmam Hüseynin də başını apardılar. İmam Səccad deyir ki, dünyanın dəyərsiz olması üçün bu bəsdir ki, Yəhya ibn Zəkəriyyənin başını bir dənə pozğun qadının qabağına apardılar, qızıl təştə qoydular. Fihi təsliyyətun li hurrin fazil. Deyir, bunda dəyərli və azad insanlar üçün kifayət qədər təskinlik var. Dünyanın dəyərsiz olması üçün təsəllidir bu, böyük insanlara. Hurrin fazil. Fazil yəni fəzilətli, hürri də azad. Azad və dəyərli insanlar üçün bu bəsdir ki, dünya çox pis bir yerdir ki, Yəhya kimi birinin başını kəstilər, apardılar, yüzdən iraq bir qadının qarşısına qoydular. Budur dünyanın dəyəri. Mən təəlləqə qəlbuhu bid dünya. Hər kimin dünya bağlılığı, qəlbin bağlılığı artsa, neçə şey artacaq. Ona hazır eləsin özün. 1. Həmmin la yufna. Tükənməyən qəm-qüssə. Adam elə bilir, bəzi şeyləri əldə eləsə rahat olacaq. Yox. O, malın, mülkün nigarançılığı, kasıbçılıqdan daha çoxdur.
malın, mülkün, sərvətin çoxluğu fəqirlikdən fəqir daha rahat. Fəqir başını atır, bir də səhər durur. Heç nə yoxdur qapıda. Bir dənə qapısıdır, onu da bəzən bağlamır, rahat yatır. Amma o malın, mülkün saymır, bilmir nə qədərdir, başlayır səhərə qədər qovrulur. İlan vuran yatır, o yatmır. Elə bilir ki, xoşbəxtdir, xoşbəxtlik yoxdur. Deyir, bir nəfər ki, dünyaya bağlansa, nəsə şeyə hazır olsun. Bir budur ki, tükənməyən qəm qüssəsi olacaq. Elə bədbaxt, elə qovrulacaq, qıvrılacaq, dərdini də heç kimə deməyəcək. Deməyəcək ki, mənim niyə bu vəziyyətdəyəm? Əməlin la yudrək. Bitməyən arzular bunu qovalayacaq. Elə onu eləyərəm, bunu eləyərəm, onu eləyərəm, bunu eləyərəm. Bu arzular bunu biraz da dünyaya bağlayacaq. Amma bitməyəcək. Ölüm gələcək, sonunda onu qopardacaq, aparacaq. Və rəcain la yunal. Ümidləri olacaq, o ümidlər də yersiz olacaq, yalancı olacaq. Gözləntiləri heç vaxt doğrultmayacaq özün. Hər kimin qəlbi dünyaya bağlansa, 3 xəstəliyə tutulacaq, bu xəstəlikdən də sağalmayacaq. Bəs din, sözümü yekunlaşdırıram, dünyanı bəyənir. Kimin üçün? Ahirəti qazanan insan üçün. Dünyadan keçinir, bu işləməlidir, ailəsi, işi, gücü, bunların hamısını din qəbul, din demir ki, işləmə, dünyadan heç nə alma, get dərviş kimi yaşa, get otur məsciddə, din bunu demir. Bu işi görəni din məzəmmət eləyir. Peyğəmbər deyir, Allahın ən acığı gəldiyi şəxs o şəxsdir ki, ailəsinin keçinməsin, güzəranın, dolanışığını başqalarının boynuna qoyub. Özü abidlik eləyir, uzun bir təsbih alıb əlinə gedib oturub dağda məsələn namaz qılır. Bunun elə o başına qonşusu bunun ailəsini saxlayır. Allah neyinir o namazı səndən? Bəs din, deyir, dünya yaxşıdır, dünyada insan himmət eləsin, işləsin, əziyyət çəksin, tər töksün, halal qazanc əldə eləsin, amma axirətini yaddan çıxartmasın. O dünya ki, axirəti unutturacaq bizə, din onun qarşısında maniədir. Din elə bir dünya sevgisini insan üçün bəyənmir və insana yaraşdırmır. Ona görə İmam Baqir əleyhissalam buyurur ki, niməl ovnud dünya, dünya nə gözəl yerdir. Adam hədsin burasını oxuya, əlin qoya, qalan cümlənin üstünü bağlaya. Dünya nə gözəl yerdir, hə, nə gözəl yerdir. Bir tələb il axirə. Axirəti verə bilirsə gözəl yerdir. Axirəti qazandıra bilirsə nə gözəl yerdir, nə bərəkətli yerdir. Allah'ın verirən Peyğəmbər əhl-i beytinə Allah dünya və axirət bizi onların elmindən, marifindən ayrı salmasın inşallah. Bismillahirrahmanirrahim. Vəl-əsri innəl insənə ləfī xusr illellezîne âmenû və amilussâlihāt və tevâsav bil-haqqi və tevâsav bis-sabr. Sadaqallahul aliyyul azim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil âlemin. Esselatu vesselamu ala Resulillahil amin. Seyyidina ve Mevlana Ebil Qasimil Mustafa Muhammed sallallahu aleyhi ve aleyhi ve sellem ve ala aliyin amiril muminin aleyhisselam ve ala Fatimete Zehra Seyyidetin İssa'il alemin selamullahi aleyha ve alel Hasan vel Hüseyin Seyyide-i şebabi ehlil cenneh ve ala Ali ibn Hüseyin ve Muhammed ibn Ali ve Cafer ibn Muhammedin ve Musa ibn Cafer ve Ali ibn Musa ve Muhammed ibn Ali ve Ali ibn Muhammed ve Hasan ibn Ali ve Hüccetil Muntazaril Mehdi. Allahümme salli ala Muhammed ve Muhammed. Allahümme agfir lil mu'minine vel mu'minat vel muslimine vel muslimat. Alahiyyâi minhum vel envat. Usikum və nəfsi bi təqvallah, sizi və özümü ilahi təqvaya riayət etməyə dəvət edirəm inşallah. Meyrac gecəsi Peyğəmbərimiz Allah Müteala'dan bir neçə mövzuda kəlam danışıb, müfəssəl kitablarda yer alır, Meyrac hədisləri, Peyğəmbər Meyrac səfərində dünya barəsində, axirət barəsində və bəzi mövzularla bağlı qayıtdıqdan sonra bir neçə hədislərdə Peyğəmbər birbaşa Allahdan eşitdim deyə bizlərə bildirir.
Bir də elə bu mövzu ilə bağlı olan hədis idi. Onu inşallah istədim ikinci xütbədə oxuyum. Peyğəmbər buyurur ki, Allah mənə bildirdi ki, dünya və axirət əhlinin əlamətləri var. O əlamətlərdən bilinər ki, kim dünya əhlidir, kim axirət əhlidir. Əhl bilirik də, yəni onun tərəfdarı. Axirət əhli, dünya əhli. Dünyanın arxasıca gedənlər, axirəti buraxanlar, axirətə önəm verib dünyada yaşayanlar. Bir neçə dənə xüsusiyyətin sayır. Allah uzaq eləsin bizdən. Deyir, əhlü dünya, dünya əhli, mən kəsurə əqluh, çox yeyər. Onlar doymaq bilməz. Yeməyi çox yeyərlər. Din deyir ki, olmaz. Din demir, yemə. Deyir, yeyirsən qaydasında ye. Az ye. İsraf eləmə. Dünya əhli çox yeyər, yəni qarınqulu olar. وَالدَّحْكُهُ Dünya əhli çox gülər. Elə hey baxarsan, gülür. Mövzu axtarır ki, gülsün. Mən kəsurən nəvmuhu Dünya əhli çox yatar. Yatağan insanlar dünya əhlidir. Çox yeyən dünya əhlidir. Çox gülən dünya əhlidir. Mən kəsurə qəzəbuhu tez özündən çıxar, tez qəzəblənər, tez qəlb sındırar, özünü idarə eləyənməz, qəzəbli halda özünü idarə eləyənməz. Qalilur riza dünya əhli razılıq məqamında çox az olar. Həyatından, Allahın ona verdiklərindən razılığı çox az olar. Elə həmişə şikayət eləyər. Kimi görər, dərdin danışar. Bir dəfə xoş şey danışmaz. Qalilur riza. Razılığı az olar. La ya'taziru ila men asa iley. Pislik eləsə birinə üzr istəməz. Birinə pislik eləyər, üzr istəməz. Və la yaqbulu uzra. Biri ona pislik eləsə, üzr istəsə, üzrün qəbul eləməz. Üzrün qəbul eləməz. Sonra Peyğəmbərə buyurur ki, əbğizid dünya və əhliha. Bunlardan uzaq ol. Bu xislətli insanlar dünyaya bağlı insanlardır. Bunlardan uzaq ol. Çünki bunlarla oturub durmaq insanın qəlbini daşlaşdırar. O hədis ki deyir, kişi dostunun dinindədir. Bu elə sınanmış, 100% deyilən bir sözdür. Hər bir kəs öz dostunun dinindədir. Peyğəmbər dedi ki, mənə deyin, dostun kimdir, deyim, dinin nədir? Mümkündür, bəzən biz deyirik, cavanlar görsən, deyir ki, yox, gedirəm, mən cahillərlə otururam, dururam, onlara istəyəm təsir eləyəm. Bir məclis, iki məclis gedərsən, Allah buyuranı çatdırmaq üçün, məqsədi bildirmək üçün, bu başqa. Amma sən kimlə oturub durursan, sənin sağın, solun kimdirsə, sən osan. İndi arada özü istəyəsən tapasan ki, mən kiməm, mən necə biriyəm. Bax, gör kimdir, ətrafında kim var. Ətrafında gördüyün insanlar, yəni o səni təşkil edir, səni göstərir əslində. Ona görə Peyğəmbər deyir ki, dünya əhli ilə oturub durmayın. Yəni, dünyaya çox bağlı adam. Elə oturur, durur, pul, mal, dövlət, pul, mal, dövlət. Yəni, fikri zikri budur. Namazdan, axirətdən istəyərsən, danışırsan, ona bir kəlmə muizə eləyərsən, deyər, yeri gedir. Bax, bu insanla oturub durmaq insanın qəlbini daşlaşdırar, dünya həvəsini insanda artırar və axirəti insanda unutdurar. Peyğəmbərimiz buyurur, hər kəs axirəti unutsa, bədbəxt olacaq. Hər kəs axirətə laqeyd olsa, bədbəxt olacaq. Əleyhissalam təqvalları vəsf eləyəndə belə buyurur. Buyurur, səğurət dünya. Onların gözündə dünya çox kiçik idi. Amma axirət gözlərində həmişə böyükdür. Axirətə böyük baxıb, dünyaya kiçik baxmayan insan dünya əhlidir. Kana li fima məza əxun fillah, kana yuəzzimuhu fi eyni sığarı dünya fi eynihi. Əleyhissalam buyurur, keçmişdə bir dostum var idi, dostumu mənim gözümdə böyüdən, dünyanın onun gözündə kiçikliyi idi. Gedin, gezin ədəbiyyata, baxın, görün, belə bir cümlə, bu şirinlikdə, bu mənada, bu məntiqdə tapa bilərsiniz kimdənsə. Dostum var idi, gözümdə çox böyük idi. Onu mənim gözümdə böyüdən, dünyanın onun gözündə kiçikliyi idi.
Dünyaya kiçik baxacaqsan, məsumun gözündə böyüyəcəksən. Dünyaya kiçik baxacaqsan, məsuma yaxınlaşacaqsan. Allahın verilən Peyğəmbər əhl-i beytinə Allah dünya və axirət bizi onların elmindən, məarifindən ayrı salmasın inşallah. Allah xəstələrimizə şifa-i acil mərhəmət eləsin. Qəriblikdə, qürbətdə olanları, əsgərlikdə, əsirlikdə olanlarımızı sağ-salamat eləsin. İzzət, baş-ucalıq Allahın qapısındadır. Allah ölən günə qədər izzətimizi əlimizdən almasın. Allahın verirəm böyüklüyü, əzəməti xatirinə hacəti olanların, istəci olanların hacət və istəklərini rəva eləsin. Allah Teala evladı olmayan bacı qardaşlarımıza salih övladlar nəsib eləsin. Allahın verirəm böyüklüyü xatirinə, əzəməti xatirinə ailələrimizi, evladlarımızı Peyğəmbər əhl-i beytinin əxlaqında tərbiyə eləməyi bizlərə nəsib eləsin. Allahın verirəm böyüklüyü xatirinə vətənin, torpaqlarımızın azadlığı, bütövlüyü uğrunda verilən şəhidləri, İslam şəhidləri ilə şəhidlər sərvəri İmam Hüseyn əleyhissalamla məşğul eləsin. Allaha an verirəm böyüklüyü xatirinə, əzəməti xatirinə dərgahına uzanan əlləri sinələrimizə naümid qaytarmasın. Allah bizi dindən danışıb dinin əleyhinə yaşayanlardan eləməsin. Allahın verirəm böyüklüyü xatirinə hal həyatda yaşayan ata-analarımızın, valideynlərimizin ömrünə bərəkət inayət eləsin. Dünyadan köçən valideynlərimiz, əzizlərimiz, xüsusən boynumuzda haqqı olub dünyasını dəyişənləri qəriq rəhmət, vasili cənnət eləsin. İmam-ı zamanımızı bizdən razı eləsin. Ağamızın zühurunda günü-gündən təcil qərar versin. Və ağamızın zühurunun qarşısında olan maniyələri kənar eləsin. Bismillahirrahmanirrahim. İnna a'taynakal kawthar fasalli li rabbika wanhar. İnna şaniyaka huval abtar. Esselamu aleyküm ve rahmetullah ve berekatuh.